Salam əziz dinləyicilər, 20 aprel 2025, dəyər sınağı 7, buraxılış 10-cu sinif, listening mətnindən başlayırıq. A marathon is a long distance running race. Marafon uzun məsafəyə qaçış yarışıdır. It's part of the Olympic Games and is popular around the world. Olimpiya oyunlarının bir hissəsidir və dünyada çox məşhurdur. Thousands of people enjoy watching or running in marathons. Minlərlə insan marafonlara baxmaqdan və orada iştirak etməkdən zövq alır. But do you know how the marathon began? Amma marafonun necə başladığını bilirsinizmi? The story comes from ancient Greece. Bu hekayə qədim Yunanistandan gəlir. A man named Pheidipid was a soldier. Pheidipid adlı bir əskər var idi. He ran from the town of Marathon to Athens to bring important news. O Marafon şəhərindən Afinaya qədər qaçaraq vacib bir xəbər gətirir. His army had won a big war. Onun ordusu böyük bir döyüşdə qalib gəlmişdi. He ran about 40 kilometers without stopping. Təxminən 40 kilometr məsafəni dayanmadan qaçır. When he reached Athens, he shouted the good news and then fell to the ground. Afina şəhərinə çatanda yaxşı xəbəri qışqıraraq söylüyor və yerə yıxılır. People say he died after giving the message. Deyilənə görə mesajı verdikdən sonra vəfat edir. In 1896, the first modern Olympic marathon took place in Athens. 1896-cı ildə ilk müasir Olimpiya marafonu Afinada keçirildi. Runners ran the same distance as Pheidippids, about 40 kilometers. Qaçışçılar da Pheidipidin qaçdığı məsafəni, yəni təxminən 40 kilometr qaçırlar. But in 1908, during the London Olympics, the race became longer. Amma 1908-ci ildə London Olimpiya oyunları zamanı bu məsafə biraz uzadılır. It started at a royal palace and ended in front of the king's seat in the stadium. Qaçış kral sarayından başlayıb stadionda kralın oturduğu yerin qarşısında bitir. The new distance was 42 kilometers and 195 meters. Yeni məsafə 42 kilometr, 195 metr olur. And today, the runners around the world join marathons to test their strength and honor the story of Pheidipid. Bugün dünya üzrə qaçışçılar güclərini yoxlamaq və Pheidipidin hekayəsini yad etmək üçün marafonlara qatılırlar, qoşulurlar. It's a symbol of courage and history. Marafon cəsarət və tarixin simvoludur. The passage is mainly about, mətn əsasən haqqındadır. A famous Olympic runner, məşhur Olimpiyada qaçışçısı, the best Olympic Games in history, tarixdə ən yaxşı Olimpiyada oyunları, how to prepare for a marathon, marafon qaçışına necə hazırlanmalı, the history and the meaning of the marathon race, marafon yarışının tarixi və mənası, how to win a long distance race, uzun məsafəli qaçışı necə qalib gəlməli, doğru cavabımız D variantı. Which statement is true according to the passage? Doğru fikri seçin. The marathon was first run in America. Marafon Amerikada ilk qaçışı olub. The race was always 42 km and 195 meters. Yarış həmişə 42 km 195 metr olub. Few people enjoy watching and or running in marathons. Çox az insan marafonda tamaşa edir və ya orada qaçır, qaçmaqdan həzz alır. The first marathon started at the Olympic Stadium. İlk marafon Olimpiyada stadionunda baş tutub. Pheidipid was a soldier in ancient Greece. Pheidipid qədim Yunanistanda bir əskər olub. Bu doğru variant. The London Marathon became 42 kilometers and 195 meters long because deməli London marafonu
42 km 195 metr uzunluğunda olur. Çünki it was easier for runners, yağaççılar üçün daha rahat idi. People liked longer races, insanlar daha uzun məsafəli yarışlar istəyirdi. The King's family wanted to watch the race from their seats. Deməli, King'in ailəsi taxtlarından belə də yarışı izləmək istəyirdilər, doğrudur. It followed the original story, deməli, orijinal əsl hekayəsini təqib eləyir, yəni onun arxasınca gedir. Yəni sanki həmin tarixdə də elə olub, halbuki əvvəl 42 olub. It was a tradition in Athens, Afinada bu bir ənənə idi, bu da yanlış fikirdir, doğru cavabımız C variantıdır. Növbəti yazışı suallarına keçirik. Why did the Fidipid run from Marathon to Athens? Nə üçün Fidipid marafondan Afinaya qaçır? Əlbəttə bir xəbər gətirəcək. Xəbər gətirmək üçün, yaxşı xəbər gətirmək üçün və ya qələbə xəbər gətirmək üçün yaza bilərik. To bring good ya da important news ya da to bring news of victory. Bu da doğru variant. Cümlə tamamlamaq tələb olunur. The marathon is a symbol of. Nəyin simvoludur? Courage and history. Axırıncı cümlədə var bu. Cəsarətin və tarixin simvoludur. Write one adjective from the passage that describes the word war. War, yəni müharibə sözünü xarakterizə edən sifəti seçmək tələb olunur. O da big war. Doğru variant. Keçirik qrammatika mövzumuza. Have you had this phone? Deməli, indiki bitmiş zamandır. İndiki bitmiş zamanda bu telefon səndə nə vaxtdan bəri var? Yəni B variantı doğru olacaq. Digərləri how long ago, when, what time bunlar indiki bitmiş yox. Deyək, keçmiş sadədə, indiki sadədə işlənir. What ümumiyyətlə məna ifadə etmir. 8-ci sualda Tom dinner when the phone rang. Yəni telefon çalanda Tom nə edirdi? Da keçmiş zaman rang, ringin keçmişi. Burada da baş cümləmizdə keçmiş zaman olmalıdır, amma hərəkət qısa mı, uzun mu olmalıdır? Şam edirdi, yəni davam edici hərəkət olmalıdır keçmişdə. Was cooking doğru variantdır. Şam bişirirdi, daha şam yeməyi bişirirdi. Choose a correct pair of antonyms. Burada artıq əks mənalı olan sözlər. Tall, high, bunlar ikisi də hündürlüyü ifadə edir. Beautiful, pretty, gözəl ifadə edir. Clever, smart, ağıllı. Young, old, gənc, qoca, bu doğrudur. Small, tiny, bu da bunlar da sinonimdir. Kiçik mənasında, xırda mənasındadır. 10-cu sualımızda can I have a cup of tea please? Cup of tea. Fincan, çay. Cup sayıla bilən isimdir. Others, ümumiyyətlə özündən sonra others'dır. Anything, something törəmələrdir bunlar. Özündən sonra ümumiyyətlə isim qəbul etmir. Other sözü isə ümumi mənada işlənən və sayıla bilməyən və ya cəm isimlər işlənə bilər. Another isə an artiklını yadımıza salsaq, sayıla bilən tək isimlə işlənir. Another cup başqa bir fincan çay istəyirəm, ala bilərəmmi deyir. 11-ci sualda ismin yəli halında işlənmiş ifadəni, cümlələri seçmək tələb olunur. The children apostrof S olmalıdırsa, uşaqlar özü cəmdədir. Bir də S alıb belə də yəli halını qura bilmərik. Children apostrof S, uşaqların meydançası bağlı idi. The boys' bags are on the bench. Bəli, boy S alaraq cəmlənə bilər və yəli halda asaca apostrofla düzəlir. Oğlanların çantaları skamyanın üzərindədir. We met at my parents' house. Bəli, valideynlər cəm verə bilirik. Ana, ata kimi. Ona görə ismi cəmləndirib sonra apostrofunu qoya bilirik. Görüşdüyü valideynimizin evində. This is Anne's and Mike's car. Bu Anne'in və Mike'ın ayrı-ayrılıqda apostrof S qoyulacaqsa car cəmlənməlidir və ya car təkdədirsə o zaman sadəcə Mike, yəni sonuncu ismin sonuna apostrof S qoymalıdır. Yəni this is Anne and Mike's car ikisinin ortaq maşını kimi götürülə bilərdi. Doğru cavabımız 2 və 3-dür. 12-ci sualda düzgün exclamatory nida cümləsini seçmək tələb olunur. What a big house. Bəli, house sayıla bilən
Təqsimdə ona görə burada qeyri-mənfi artikel əgər what işlədəcəksə verəcəyik. O da big house they live in, yəni they live in a big house kimi baxsaq, burada what-la başlamalıdır. Əgər how ilə vermək istəsəydik, o zaman how big the house is, yəni cümlə biraz dəyişəcək, fərqli olmalı idi. Ona görə doğru cavabımız burada C variantı olacaq. 13-cü sualımızda the Eiffel Tower visited the most monument is in Paris. Ancaq yerinə qoymaqla istifadə eləsə daha məntiqlidir. Mesela the most visited monument is in Paris the Eiffel Tower. Yəni Eiffel Tower ən cümlənin ən axırına qoymaq ümumiyyətlə mənasızdır. Awkward deyirlər ona. Sonra the Eiffel Tower the most monument, bu olmaz ümumiyyətlə, the most monument. Gəlirik C variantına. The Eiffel Tower is the most visited monument in Paris. Bəli, bu doğru cavabımızdır. Digər cavablarda baxaq. The most monument yenə verib səhvdir. In Paris monument, bu da düz gəlmir. Keçirik 14-ə. We saw moon rise above mountains. Burada artikeldən söhbət gedir. Mundu, sandı, yəni earthdir. Bunlardan ümumiyyətlə vahidli ifadə elinə görə də artikeldən istifadə edirik. Hər halda görünür bu. Ayın dəki çıxmağı, görünən belə deyək də dağlardır. Ayın belə deyək də dağların yuxarısından üzə çıxdığını, göründüyünü gördük demək istəyir. Hər ikisində də the article-dan istifadə edəcəyik. Növbəti suallarımız. My parents me to study abroad. Deməli, burada me to study, yəni kompleks object, mürəkkəb tamamlıqda ikinci hissədə tamamlığın to ilə ifadə olunubsa, deməli, əsas feilimiz, elə deyək, üçüncü kateqoriyalı feillər olmalıdır. Encouraged, forced və allowed. Bunlar üçüncü kateqoriya feildir. Birinci kateqoriya yadımıza salsaq let make-dir. İkinci kateqoriya hiss, qavrayış, anlayış bildirən feillərdir. Onun dördü görməklə bağlıdır. İkisi hear, feel bizə keçilən. Yəni 1, 3, 4 bizdə burada doğru variantdır. Çünki study to ilə ifadə olunub. Study əgər to ilə yox, to-suz ki olsaydı, o zaman 2 və 5 olasıydı. Yəni mənaya baxmadan qrammatik olaraq 2 və 5 doğru variant olardı. Çünki birinci və ikinci qrup feillərdə tamamlığın ikinci hissəsində belə deyək, forma olaraq sadə, yəni to-suz məstər kimi istifadə olunur ortaq olaraq. 16-da she visited her grandmother last weekend. O deməli nənəsini ziyarət etdi. Visited keçmiş zamandır. Bilirik ki, elə deyilmi sualını versə, yəni ki, ağlımıza köməkçi feil olaraq did gəlir. Cümlə təsdiq olduğuna görə sualı inkarda verəcək. Yəni didn't she, B variantı doğru variantdır. 17-ci sualda she brought her books, her notebook, burada bağlayıcılardan istifadə olunacaq. Suala baxırıq, verir did she. Yəni sualı did she verirsə, yəni tək question'ı, deməli, yəni təsdiqdə verir. Deməli, içəridə biz inkarda verməliyik. Yəni, nə də, neither nor, nə kitabları, nə dəftəri gətirmişdi, elə deyilmi? Doğru variant D variantıdır. 18-ci sualdan they talked about. Biz bilirik ki, söz önü ilə ilk ağla gələn feil forması ing-li işlənir. They talked about starting a new project next month. Növbəti ayda yeni layihənin başlayacağının haqqında danışırlar deyir. 19. We take an umbrella, so did she. O da deyir. Deməli, o zaman cümləni biz götürdüyü və ya götürməli olduq kimi verməliyik. Yəni cümləni təsdiqdə verəcəyik və keçmiş zamandadır. Diddəki həttunun, belə deyək, köməkçi feilidir. Ona görə biz götürməli idik. O da B variantı doğru variantdır.
20-ci sualda sözünü we arrive in at ilk ağla gələn airport, yəni kiçik bir yer olduğunu, məkan olduğuna görə at işlədirik. We arrive at the airport. So London olsaydı we arrived in London kimi olasıydı. Doğru variant burada at'dir. They will finish the project soon. Onlar tezliklə layihəni bitirəcəklər. Məhsula çevirməliyik. Məhsula çevirəndə tamamlıq yeni mübtəda olur. The project ilə başlamalıdır. Və will finish-in məhsul forması will be finished olmalıdır. Yəni layihə tezliklə başa çatacaq. Will be finished A variantında doğru variant verilib. 22-də a list of winners, yəni qaliblərin siyahısı, söhbət ofdan əvvəlki isim siyahıdan gedir, təkdədir. Təkdə olduğuna görə was, has been ola bilər, yəni 2 və 4 ola bilər. Çünki yerdə qalan were, are, have been onlar ancaq mübtədası cəm olarsa işlənə bilərdir. Keçirik reading, yəni oxu mətnimizə. The crescent and star are among the most well-known symbols in the world today. Aypara və ulduz bugün dünyanın ən tanınmış simvollarından biridir. Many people recognize them as symbols of Islam. Bir çox insan onları İslamın simvolları kimi tanıyır. However, the use of these symbols dates back to long before the rise of Islam. Lakin bu simvolların istifadəsi İslamın meydana gəlməsindən çox əvvəlki dövrlərə gedib çıxır. Archaeologists have found coins from the 6th and 7th centuries in Central Asia that show the crescent and star. Arxeoloqlar Mərkəzi Asiyada tapdıqları 6-cı və 7-ci əsrlərə aid sikkələrdə aypara və ulduz təsvirləri aşkar ediblər. These coins belong to the Göktürks in an ancient Turkic empire. Bu sikkələr qədim Türk imperiyası olan Göktürklərə məxsus idi. This proves that the crescent and star were important symbols for Turkic people even before Islam. Bu isə göstərir ki, aypara və ulduz İslamdan əvvəl də Türk xalqları üçün vacib simvollar olub. After the 11th century, the crescent and star began to appear in Islamic context. 11-ci əsrdən sonra aypara və ulduz İslamla əlaqəli sahələrdə görünməyə başlayır. When Turks converted to Islam, they brought their old symbols with them. Türklər İslamı qəbul etdikdə öz qədim simvollarını da özləri ilə gətirdilər. Over time, the crescent and star began to replace the Christian cross in areas where Muslims and Christians were in conflict. Zamanla müsəlmanlarla xristianlar arasında qarşıdurma olan ərazilərdə aypara və ulduz xaç simvolunu əvəz etməyə başladı. Turkish rulers started placing the crescent and star on flags, buildings and weapons. Türk hökmdarları bu simvolları bayraqlarda, binalarda və silahlarda istifadə etməyə başladılar. Later, the Ottoman Empire adopted the crescent as a state symbol. Daha sonra Osmanlı İmperiyası ayparanı dövlət simvolu kimi qəbul etdi. This helped spread the symbol across the Muslim world. Bu isə aypara və ulduzun İslam dünyasında yayılmasına səbəb oldu. Today, the crescent and star appear on the flags of several Muslim majority countries. Bugün aypara və ulduz bir çox müsəlman ölkəsinin bayrağında yer alır. They are also seen on mosques and religious buildings. Həmçinin məscidlərdə və dini binalarda da bu simvollardan görmək olar. Because of history and tradition, many people now associate the crescent and star with Islamic culture and faith. Tarix və ənənəyə görə bugün bir çox insan aypara və ulduzu İslam mədəniyyəti və dini ilə əlaqələndirirlər. Which statements are true? Hansı fikirlər doğrudur? The crescent and star were used before Islam. İslamdan əvvəl aypara ulduz istifadə olunub, doğrudur. The symbols are still used on some national flags. Bu rəmzlər hələ də bəzi milli bayraqlarda istifadə olunur, doğrudur. Only Islamic countries use the crescent and star. Yalnız İslam ölkələri bundan istifadə edib, xeyr. The Ottoman Empire banned the use of the crescent and star. Osmanlı İmperiyası aypara və ulduzun istifadəsini qadağan edib. Bu da yanlış fikirdir.
The passage is mainly about, mətn əsasən haqqındadır. How mosques are built in different countries. Müxtəlif ölkələrdə məscidlər necə tikilir. The history and the meaning of the crescent and star. Aypara və ulduzun tarixi və mənası. Turkish traditions in modern times. Türk ənənələri müasir dövrümüzdə. The rise of Islam in the Ottoman Empire. Osmanlı imperiyasında İslamın yüksəlişi. How the moon became a global symbol. Ay necə global simvola, rəmzə çevrilib. Doğru variantımız B variantıdır. Choose the correct variant to complete the sentence. Cümləni tamamlamaq tələb olunur. The crescent and star became symbols of Islam because İslamın rəmzlərinə çevrilir. Aypara və ulduz. Çünki, because they were created by the Prophet Muhammad. Çünki Həzrət Məhəmməd tərəfindən yaradılıb. They were used in war flags during battles. Çünki döyüşlərdə müharibə bayraqlarında istifadə olunurdu. Muslims didn't have any symbols before. Müsəlmanların daha əvvəl rəmzləri yox idi. Other religions wanted to use them. Digər dinlər onlardan istifadə etmək istəyirdi. Turkish rulers used them after converting to Islam. Bəli, İslamı qəbul etdikdən sonra Türk padşahları ondan istifadə etdilər. Bu doğru cavabımızdır. Why do many people today associate the crescent and star with Islam? Nə üçün hazırda əksər insanlar aypara və ulduzu İslamla eyniləşdirir? Because of their long use in Islamic history and tradition. İslam tarixində, ənənəsində onunla uzun müddət istifadə olunmasına görə doğrudur. Because it is written in the Quran, çünki Quranda yazıldığına görə. Because Islamic buildings are shaped like crescent, çünki İslama aid binalar, tikililər aypara şəklindədir. Because Muslims never used any other symbols, çünki müsəlmanlar heç vaxt başqa simvollardan, rəmzlərdən istifadə etməmişdi. Because it represents a lunar calendar, çünki ay təqvimini təmsil edir. Bu da yanlış fikirdir. Doğru cavabımız A variantıdır. Keçirik yazışı suallarımıza. Which word from paragraph 1 best fits the following definition? Paragraf 1-də hansı söz verilən tərifə uyğun gəlir? The process of becoming very famous, powerful or popular. The process dediyinə görə burada isim olmalıdır. Yəni məşhur, çox məşhur, güclü və ya populyar olma prosesi, yəni yüksəliş olacaq. Rise burada doğru cavabdır. Write the antonym of the word modern from paragraph 1. Paragraf 1-də modern sözünün əks mənalısı olan, yəni qədim olacaq. Ancient doğru cavabımızdır. 29-cu sualda mətndən cümlə verilir. Over time, the crescent and star began to normalda mətndə belə davam edir. Replace the Christian cross daha sonra in areas where Muslim and Christian were in conflict. Yəni müsəlman xristianların münaqişədə olduğu ərazilərdə artıq xristian xaçlarını nə əvəz eləyir? Aypara və ulduz əvəz eləyir. Burada ki replace feilini take place yox, take the place of kimi, yəni yerini almaq mənasında bu şəkildə başlaya bilərik. Müxtəlif cümlələr take the role of bu formada verə bilərik. Yəni müxtəlif variantlarda bunu dəyişə bilərik. To be in conflict, yəni münaqişə zonasında, hardakı where Muslims and Christians fought, clashed belə deyə bilərik. Və ya cümləni tamamilə dəyişib. Began to symbolize Islam in regions where they gradually replaced the Christian cross during conflicts. Burada cümlənin mənası itməmək şərti ilə istənilən belə də strukturda da vermək mümkündür. Və keçirik 30-cu sualımıza. What are the important symbols of the country besides the crescent and star? Yəni ulduz ayparadan savayı ölkənizdə başqa hansı vacib, elə deyə, önəmli rəmzlər var? Əgər Azərbaycanda yaşayırsınızsa ilk giriş eləyə bilərsiniz
bu formadakı, yəni milli mədəni rəmzlər var ki, bu da nəyi əks elətdirir. Ondan sonra artıq hansı rəmzsə və ya rəmzlərdirsə onlara keçid alıb. Məsələn, burada yazılıb flame, tutaq ki, od, ocaq. Bu şamanizmdən bizə gələn. Niyə? Çünki biz həm də odlar yurdu adlandırılmış burada bizim təbii qazlar, yəni hansı ki yanardağ dediyimiz yerlər var. Bu da əslində od bizim, yəni atəşpərəstdən gələn bir ölkəyə aid bir simvoldur. Hətta bayrağımızda və müxtəlif yerlərdə belə deyək, üzə çıxır. Eyni zamanda burada Flame Towers-ı da nümunə kimi verə bilərik və bunun nəyi təmsil etdiyini. Sonra cultural carpet verə bilərik. Yəni bizim mədəni irsimiz olan xalça, Azərbaycandakı xalçaçılığı da bir simvol kimi verə bilərik. Üzərində daşıdığı, belə deyək də, naxışların falan da haqqında məlumat verə bilərik bu formada.